Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Allah'ın rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz değerli kardeşlerim, bilirsiniz ki artık bu hem insanlar tarafından hem ümmet tarafından bilinen 3 aylardayıq ki artık Ramazana günler sayırıq. İnşallah Rabbim bizleri bu güzel ayları güzel bir şekilde değerlendirip ve Ramazana kavuşmağı nasip eylesin. Çünkü o Ramazan ayı elə bir aydır ki, yani düşünün bir insanın 10 Ramazan deyək ki, misal üçün deyirəm, 10 Ramazan, 20 il Ramazan keçirdən bir insanla 21 Ramazan keçirdəndən eyni deyil. Yani Allah ədalətlidir. Allah hər bir əməlin xeyir və şər mükafatını verəcəkdir. Ona göre heyecanımız ona göre olmalıdır ki Ramazan ayına yaxınlaşırıq inşallah. Ve Ramazan ayına yaxınlaştığımız zamanda bugünkü mövzumuzun da hele bu adı 3 aylar hakkında olacaktır. Ve 3 aylar hakkında müxtəlif fikirler var. Yani onların içinde adet, ənənələr var. Elbette ki Kur'an-ı Kerim'e ve hədislərə dayanan yerler de var. Amma bunun biz burada elə bir şəkildə davranacağıq ki, itidal, nə ifrat olmaz, nə də tefrit olmaz. Yəni həddi aşmayacaq. Amma unutmayalım ki, adət, ənənələr dediklərimiz o əməllər Kur'an-ı Kerim və hədis şəriflər dediyimiz Resulullah Efendimiz sünnəsinin üzərində ola bilməz. Onu kesə bilməz. Amma bilirsiniz ki biz her zaman söylüyoruz bunu vaazlarımızda ve bunu dərk ederek söylüyoruz. Yani bilmiş olun. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem, Allah Resulü sallallahu aleyhi ve sellem bir gövme, bir qəbiləyə hələ İslam yeni geldiği anlardan təbliğ ederken, İslam'a çağırış ederken o qəbilənin, o toplumun adət ənənələrinə belə deyək, təhqir etməz. Veyahut da onları belə deyək, onları siz pis yoldasınız diye o şeyi söylemez. Yalnız müstəsna olanlar. Nelerdir deyək ki, İslam'a zid, küfre gedəcək, şirkə gedəcək əməllər, xurafat dediğimiz əməllər haric. Əlbəttə ki. Yəni eynən bu da onun kimi bilmiş olağın ki İslam dini itidal dindir. Universal dindir. Her bir şey içine əhatəsində vardır. Neler vardır? Bütün güzellikler vardır yani. Yani İslam dininde eksik bir şey kalmamış. O da Allah'ın bir hikmetidir. Son din olduğu için. Ayet-i kerimede ne deyir? İnned dine indallahil İslam. Yani her bir güzellikle İslam'dadır. Sadece olarak onu, İslam dinini yaşadığımız zaman onu hayatımıza tətbiq ettiğimiz zaman ortaya çıxır güzellikler. Onu yaşamak lazımdır. O qüsur bizdədir əlbəttə ki. Və eyni zamanda yani bunları niyə toxundum? Bu 3 aylarda neler var, neler yoktur. Mövzumuzu ona göre işləmək istəyirik. Çünkü Allah'a həmd olsun elə bir dönemde yaşayırıq ki, müəyyən qədər hər kəsin bilgisi var. İster Kur'an üzerinde olsun, ister hadis üzerinde olsun. Yani mütəxəssis olmasa da, yani müfəssir olmasa da, muhaddis olmasa da insanlarımız toplumda müəyyən qədər bilgiləri var. Amma o bilgilerin içinde de yanlış biləcək insanlar var. İfrata varacaq olanlar, bir de tefrit dediğimiz. Tamamen de bu şey yoktur diye orada da bir aşırılık var. Bizim məqsədimiz burada olan bu ayarı, dəngəni qorumaqdır. Baxın. Yani mən nə dediyimi yaxşı anlayırsınız. Çünkü bizim xitabımız müəyyən kütləyə deyilir.
bizim xitabımız bütün biz Azərbaycanda xidmət edirsə, bizim xitabımız bütün Azərbaycanda olan müsəlmanlaradır. Görev buradadırsa əgər və siz də bu vətəndə yaşayırıqsa, bir vətəndaş olaraq, bir ümmət olaraq bu toplumda bu düzəni qorumalıyıq. Ona görə itidal davranacağıq. Əziz dəyərli qardaşlarım, mən mövzunu müzakirə eləməmişdən əvvəl Nəcm surəsinin 39-cu və 41-ci ayətinə gələn kimi olan ayətinin məalını söyləmək istəyirəm ki, həqiqətən nə olursa olsun, Allah üçün ediləcək bir əməl, mütləq onun mükafatı vardır. Allah onu mələkləri vasitəsilə yazar və onu qarşımıza çıxardacaqdır. Allah Azze ve Celle Necm surəsinin 39-cu və 41-ci ayəsinə kimi belə buyurur. İnsana ancaq öz zəhməti, səyi, çalışması, əməli qalar. Şübhəsiz ki, onun əməlləri tezliklə görünəcəkdir, sonra ona əməllərinə əvəzi tam veriləcəkdir. Yəni, bu da Allahın ədalətidir. Əlbəttə ki, ona görə nə etsək, Allah Azze ve Celle Kur'an-ı Kerim'de deyir ha, Estağfirullah, فَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ خَيْرًا يَرَى. Kim zərrə qədər xeyir işlərsə, onun mükafatını alacaqdır. وَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ şərran يَرَى. Kim də şər, yəni zərrə qədər deyilmiş şər işlərsə, onun şəkildə, yəni Allah onun mükafatını verəcək, yəni cəzasını. Ona görə, əziz dəyərli qardaşlarım, biz ümumiyyətcə hədisə bilirsiniz ki, bu dəqiqələr, yəni bu zamanda İslam'a bir saldırı var. Yəni özellikle hədis elminə qarşı. Və artıq bilmirlər hansı yöndən İslamı zədələsinlər, İslamı belə deyək, güzdən salsınlar. Biz Kur'an'a savaşa bilmərik. Çünki Kur'an Allah Azze ve Celle yani o kadar qüdrətli bir kitabdır ki, əzəmətli bir kitabdır ki, yani dünyanın harasına geçsən, hansı eve girsən, hansı yere girsən, eynidir Kur'an. Kur'an'da dəyişiklik yoxdur. Çünki onun mühafizəsi Allah'ın əlindedir. Allah qorur. Hindi neyden savaşa bilərik? Hədislərdən. Şimdi ne demək istəyirəm bunu? Onsuz da bizim İslam dini dediğimiz zaman da ikinci ekoldur ki, yani qoldur ki, anlamaq üçün və ən böyük təfsirdir ki, hədisdir. Quran-ı Kərimin açıqlamasını verən təfsir hədisdir. Peyğəmbər Əfəndimiz s.ə.v-in həyatıdır, onun sahabəsidir. Onsuz da bu, belə deyək, təhlükələr var. Amma biz, məsəl üçün, o insanların əlinə fürsət verməməyimiz üçün nə etməliyik? Bu hədisləri biraz da daha çox incələyəcəyik inşallah. Çünki biz uydurma dediğimiz və yaxud da biz zəif hədisi aldığımız zaman o dində yoxdur, onun Peyğəmbər Əfəndimiz s.ə.v-in hədisində keçmir, o zəifdir, deyif. Onu tamamen alimlərin, müstəhid alimlərin istihadının kənara qoyaraq onu tamamilə həyatımızdan çıxartdığımız zaman onlara da fürsət vermiş oluruq. Bu nöqtəyə nəzərdən toxunmaq istəyirəm. Yəni, elə hədis şəriflər var ki, səhih hədislər var ki, mən bunu buradan kürsüdən söyləyə bilmərəm. Bilsin necə? Mahrəm hədislər var. Onu gərək səndən özbəri söyləyir. Necə ki, məsələn, bir sual vermək istəyirsən, elə bir sualdır ki, onu sən cəmaatın içinə verənməzsən. Fikri məsələ olsun, yəni istər ailəvi olsun, sənin biolojik olsun, sən nağarsan, sualı cəmaatın içinə vermirsən da, gəlirsən ki, müəllim, hocam, şeyxim, nə bilim, ustadım, müəllim, belə bir sualım var şəxsi, olar sizə bir dəqiqə. Deyirik də, bəzən eləməyin. Çünki şəxsi bir Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin də elə hədislər var ki, bu da söylənilmir. Mahrəm hədislər çünki, amma səhihdir. İndi bunu niyə söyləyirəm, əziz qardaşlarım? Biz elə bir dönəmdəyik ki, elə bir həssas dönəmdəyik ki, və İslam dinini elə bir şəkildə hiləgərlikdən, fərqli yollardan gözdən salmaq istəyirlər ki, bizim aramızda olan ixtilaflara başlayıblar artıq.
Ona görə əziz qardaşlar, bəzi məsələlər var ki, əlbəttə ki, şirkdir, inkar edəcək şeylərdir, xurafatlardır. Yəni Allaha tevhidə zidd olan məsələlərdə orada acımaq yoxdur. Orada acımaq yoxdur. Amma elə məsələlər var ki, onu şişirtməmək lazımdır. Kimlərinsə əllərinə fürsət verməmək lazımdır. Şimdi desəniz ki, bunu niyə söylədim? Bax, bunu buna görə söyləyirəm. Ki, bəzi adət ənənə olan toplumlar var ki, çünki bilirsiniz ki, İslam dini 23 il ərzində indi. Əziyyət, izdirab bitdi mi? Bitmədi. Ondan sonra gələn nəsillər fitnələr başladı. Və o fitnələrdən sonra nələr başladı? Onun içində nələr var? Gah ərəbcəni öz dillərində oxutmaya başladılar. Yəni əzan olsun, nə demək istədiyini bilirsiniz. Nə bilim, elə dönəm gəlir ki, İslam alimlərimiz sürgün etmə dönəmi oldu. Yəni, yavaş-yavaş dini aradan qaldırmaq üçün hər bir fürsətdən hər bir əmələ əl atdılar. Və bu toplumu qorumaq üçün müəyyən bir dövrlər oldu ki, yəni toplumsal halda İstər, məsəl üçün, bizim məscidlərdə, bəzi məscidlərdə, o cümlədən də burada var, təsbihatı toplumla eləməyimizə məqsəd. Və aşırlar oxuyuruq, səhərdir, axşamdır, yəni məğribdən işə arasında ki, yəni bunlar unudulmasın. Ola bilər deyərsiniz ki, biz onsuz da onları bilirik. Amma sən bilməkdən deyil, məscid sənə də aid deyil. Məscid daimi yenilənən bir yerdir. Sən bilirsən, əlhamdülillah, Allah çox şükür. Bir dərdimiz qutardı. Amma tək dərdimiz sən deyilsən ki, bizim dərdimiz çoxdur. Sənin dərdin ola bilər ki, sənin bir dənə dərdin ola bilər ailən, sənin dərdin ola bilər qonşun, sənin dərdin ola bilər qohumun və say nə qədər ola bilər ki. Amma idarəçilərin dərdi tək bu deyil. Nə qədər kütlə gəlirsə, dərd olmalıdır. İdarəçi dediğimiz nədir? İmam, hoca, şeyx dediği insan. Çünki Allah bizdən soracaqdır. Allah bizə ən gözəl neymət olan hidayət neymətini vermişdir. Sən bilirsən, o bilmir. İnanın ki, elə insanlar gəlir ki, bura. Yəni, elə bir basit şeylər var ki, adamın, xanımın deyək ki, ən çox xanımlar rast gələn buna. Birin bariz bir nöqtəsi, bir misal verim. Xanımın 25 yaşı var, 30 yaşı var, çox çünki dəfələrdən gəliblər, yaşlar fərqli-fərqli. Gəlib deyir ki, mən qulağım əzan oxuyum. Deyirəm, ay xanım, niyə əzan oxumalıyam? Mən adımı dəyişdirmək istəyirəm. Nə əlaqəsi var? Bax, təbəssüm oldu, təbəssüm edirsiniz. Amma inanırsınız, onlar bilmirlər. Biz, Allah'a həmd olsun, Allah şahiddir ki, bu nəzərdən baxırıq. Bizim boyumuza vacibdir, bunlar marifləndirmək lazımdır. Elə zənn eləməyin ki, sosial şəbəkələr inkişaf edibdir, bu dəqiqə hər yerdə bilgi var. Şeytan inanın ki, o bilgilərin içində belə bunları gizlədir. Ancaq harada pis şey var, onu çıxardır qabağına. Amma bu bir neymətdir. Allah'a həmd olsun ki, biz ayıq bir müsəlmanıq. Şükürlər olsun ki, bizim təməlimiz var. Amma inanın ki, o yoxdur onlardan. Ona görə elə şeylər var ki, yəni hələ mən misalın birini verdim. Məsələn, adam gəlir, inanın ki, bunu pis mənada demirəm, o mənim qardaş burada əgər varsa da haqqını halal etsin, adam demirəm ki, dünən biri yaxınlaşır mənə, oğlunun 16 yaşı var. Ata deyir ki, indi fikrini çatdıra bilmədi olmağına, indi oğlu vasitəsilə, oğlu 16 yaşında oğlu deyir ki, atam bilsiz sənə müraciət eləyir. Deyirəm, nədir məsələ? Deyir ki, bizim nikahımızı təzələyə bilərsiniz. Bizim nikahımızı yox, təzələmiyor. Bizim nikahımızı qıya bilərsiniz. Belə dondum qaldım. 16 yaşında oğlu var hələ bunun. Hələ hindi deyir ki, bizim nikahımızı qıya bilərsiniz. Belə fikirləşdim ki, bu nə anlama gəlir görsə, bəlkə mən yanlış anladım. Dedi, biz bilmirik bizim nikahımızı necə qıydılar vaxtı ilə. Artıq uşağın 16 yaşı var. Dedim, dövlət nikah kağızınız var mı? Bəli, var. Biz də onsuz qıymırıq nikah, bilirsiniz. Gələnlər bilir. Dedi, var.
Təbii ki, müəyyən şeylər var ki, şərtlər var ki, nikahın keçərlidir, əlbəttə. Amma adamlar elə şeylər var ki, onu bilmirlər. Və yaxud da toydan sonra, toy gecəsindən sonra, toydan sonra gəlib nikah qıydıranlar var, xəbəriz var. Qınıyırıq əlbəttə ki. Və gənclər deyir ki, deyir müəllim, bizə deyən olmadı. Və sizin valideyniniz yoxdur, ay bala deyirəm. Başlarına aşağı salırlar. Görürsünüz nə toplumda yaşayırıq. Demək istəyirəm ki, hamı sizin kimi bilgili deyil. Bizə büzür gəlir və təbəssüm gəlir. Nədir bu belə? Çünki məscidin qapısı bütün iman edən, mən Allaha inanıram, Peyğəmbərə inanıram deyənlər üçün açıqdır, hamısına. Cahil bile olsa, bilməyən bile olsa, çünki yenilənən yerdir. Ona görə müəyyən məsələlərdə o bizim sizin bidat baxdığımız şeylər var ha, zəlalət olmamaq şərti ilə onlara mənfi qarşılamayın. İndi bunları niyə söyləyirəm? Bunları ona görə söyləyirəm ki, bizim bəzi misal üçün toplumsal olan məsələlər var ki, əlbəttə ki, qeyri-müslimə bənzəməmək şərti ilə. Müəyyən gecələr var ki, bu 3 aylarda rəqaib olsun, bərat gecəsi olsun, meraz olsun, əlbəttə ki, bunların heç birinin zamanı bilinmir. İşarətlər ola bilər. Sonrasın, zəif hədis deyə deyirlər. Allahümmə bərik lənə fi rəcəbə və şəabən və bəliğnə Ramazan. Amma İslam alimləri onu zəif belə olsa, orada bir ibadət şuuru, ruhu olduğu üçün onu qəbul edirlər. İndi bunu niyə söyləyirəm mən? Yəni, harada çıxış etdiyimin fərqindəyəm. Ona görə söyləyirəm ki, bəzi məsələlər var ki, onlar orada əgər xurafat yoxdursa, Allaha zid bir əməl yoxdursa, orada bir zikir varsa, Allahın və Rasulunun həyatını zikir etsə, ona gözəl şəkildə yanaşmaq lazımdır. Mən fikrim budur. Fürsət bilmək lazımdır. Misal üçün, bugün fərqli-fərqli bilirsiniz ki, elm insanlar var, elm adamlar var. Hamısını görürük biz hamımızı, sizin gördüğünüz kimi de biz de görürük. Bilirik ki, haradasa toplum şəkildə söhbət edirlər. Evdə mi deyim mi, özəl bir kafedə mi deyim mi? Allah'a zikir edirlər. Burada nə var ki? Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem hansısa bir kafedə, hansısa bir çayxanada Allah və Rasulunun yani zikr elifdi, söhbət elifdi. O zaman ona bidat baxardıq. Orada güzel bir şey var mı? Var. Ne güzel. Biz her yerde Allah'a ancayıq. Görürsünüz mü? Bazı paxıllar toylarda bu qardaşlar toplum namaz qılır. Məsəl üçün biz də qılmışıq, biz də qıldırmışıq hətta. Bir imam olaraq. Paxıllıqlarından içki içən, keyflənən, ağzına gözünə gələn danışan adamlar gör nə deyir. Bu ne da? Bu yas suyu toydu. Yani ne demek istəyirəm? Ne güzel bidatdır bu. Elhamdülillah. Saadət sarayında namaz qılırıq. Elhamdülillah. Çünki niyə görə? Şərait yoxdur da qardaş. Camaat gedir oraya, namaz məscid yoxdur orada yaxın. Nə qarır? Sağ olsunlar. Şərait yaradırlar, səririk qəşək tərtəmiz. Hələ o saray şərəflənsin. Hələ o saray şərəflənsin yəni. Ki orada namaz qılınır. Bəlkə ora bəla incəyirsə Allah bəlanı qaldırır. Bunları niyə sadalayıram bilirsiniz mi? Fərqində olalım. Və bırax sarayı. Bugün məscidlərdə hansısa bir gecə adına bilinmir təbii ki. Deyək ki, Mirac hadisəsi Quran-ı Kərimdə yani apaçıq ayətlər var, hədis şəriflər var, səhih. Mirac gecəsi qeyd edir adam. İmam Mirac gecəsi haqqında bir proqram var. O bir söz var, çay bahanə, söhbət şahanə. Yəni, o gecə bahanə olsun, gəlin yığışalım bir yerə. Nəyə yığışırıq? Qeybət danışmırıq ki. Allahdan və Rəsulundan danışırıq. Peyğəmbərimizin fəzilətindən danışırıq. Yəni, bu kimi şeylərə diqqət eləyən əziz qardaşlarım. Əlbəttə orada qeyri-müslimə aid olan bir şey görərsinizsə,
Amenna, başım üstüne deyərəm. Amma o gecələrdə məsələn oturur imam orada bir Quran oxuyur. Oxuduğu Quranın məyanını açıqlayır, təfsirini açıqlayır hoca. Orada hədis izah eləyir. Miracın hikmətini açıqlayır. Miracda nələr baş verdi açıqlayır. Orada nə gözəl bir o zikirdir. Ona görə bax bunları sadalayıram ki, düzgün anlayalım və qaralamayalım. Və ən çox da bildiyimiz bilirsiniz ki, Ramazan ayında tək gecələrdə deyir, hətta Qədir gecəsi var ki, yəni 1000 şəhr dedi ayət kəlmədə, 1000 aydan xeyli. Yəni Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin hədis şərəfinə baxdığımız zaman onun belə dəqiq gün olduğunu bilinmir. Hətta deyir Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, məndən deyir, mənə unutturuldu deyir. Qədir gecəsi unutturuldu. Tək günlərdə keçir hədisdə, əlbəttə ki, amenna. Amma biz nə ağarırıq? Ən azından tək günləri ehya edirik. Ehya edirəkən nə ağarırıq? Əziz qardaşlar, bir gəlmişkən, gəlin bir saat bir imamı dinləyin. Qismət olsa inşallah eləyəcək. Keçən elədim, az adamları iştirak etsə də, yəni bu bilirsiniz ki, mərkəzi məscidlərdən biridir bu məscid. Amma bu proqramlarda gördüm ki, az adamlar iştirak edir. Nə var, nədir? Həmən gecəni ehya eləmək bidatdır. Bu imam nə qarır orada? Oturub Allahdan və Rəsulundan danışır. Dinləmək lazımdır. Yəni, bunları niyə söylədik? Əziz, dəyərli qardaşlarım, məscidin sütunları qızıldan olsa belə, siz burada olmazsınız, bu məscidin bir faydası yoxdur. Biz ümmət bir olacaq. Bir şuur içində ömrümüzü, həyatımızı yaşayacaq inşallah. Və yaxınlaşa bilərsiniz apaçıq şəkildə. Müəllim, Allah razı olsun, nə gözəl bu. Allah və Rəsulundan söhbət edirsiniz. Dərdinizi gəlib deyə bilərsiniz özlər bizə. Amma tərk etmək yaxşı deyil. Ona görə bir cəmaat məscid imamının hər zaman ətrafında olmalıdır. O cəmaat bərəkətli cəmaat olacaqdır. Unutmayın. Əziz dəyərli qardaşlar, bunu bildirmək istədim ki, bu 3 ayları gözəl bir şəkildə keçməyə çalışağın və son nöqtəni vurum ki, bizə qarşı verilən suallara rağmen cavabımız. Bu 3 aylarda, bax bunu da söyləyirik, bu 3 aylarda özəl bir ibadət yoxdur. Özəl bir zikir yoxdur. Bu namaz yoxdur. Nə bilim, bu namazı, bu zikirdən sonra bunu eləyirsən, bu kimi şeylər yoxdur. Bunu biz də söyləyirik, bilirik, fərqin deyil. Özün nə qədər nafilə namaz qılırsa qıl, öz əməl dəftərdə olurursan. Nə qədər zikir edirsən elə, nə qədər Quran oxuyursan oxu. Biz də bunu bilirik. Yəni, bu şəkildə inşallah ifrata varmamaq lazımdır. Zaten bəzi dırnaq arasılar radikal deyə bizə yapışdırmasın kəlməni. Ona görə biz bir olağın ki, imamın ətrafında olağın ki, onlar deməsinlər bu şəkildə. Allah hamımızdan razı olsun. İnşallah biz inanırıq ki, Allahın izni ilə biz cəmaat olaraq, ümmət olaraq, toplum olaraq hər zaman bir olacaq inşallah. Allah hamımızdan razı olsun.